Səhər saatı. Sabahınız xeyir dəyərli dostlar, dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Meteor'un təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebook'dan və YouTube'dan CBC FM Azərbaycan yazmaqla. Demək olar ki, son 2 həftədir ki, artıq tək Azərbaycanın gündəmini yox, dünya gündəmini zəbt edən bir xəbərlər yayılır. Azərbaycana qarşı yenə qarayaxma kampaniyası başlatılıb və təəssüf ki, böyük bir toplumda demək olmaz əslində, müəyyən bir kütlə deyək, o xəbərlərə inanır. Elə söhbət Paralimpiya çempionu Şahanə Hacıyevadan gedir və saytlarda da biz yazıları görürük ki, indiyənə qədər görməyən idmançı indi gördü və yaxud da bu cür yarışmalar nədir? Bir qaydalar dəyişib və lisenziya ləğv edilib, amma bununla bağlı təbii ki, apellyasiya şikayəti də olacaq deyir Şahanə Hacıyevanın məşqçisi Fərid Ağakişiyev. Sabahınız xeyir, qonaqlarımızı təqdim eləmək istəyirəm. Şahanə Hacıyeva Paralimpiya çempionu, əməkdar idman ustası, prezident təqaüdçüsü, vətənə xidmətə görə 1-ci dərəcəli ordenli bizim idmançımız. Sabahınız xeyir. Sabahınız xeyir. Və Şahanənin məşqçisi Fərid Ağakişiyev Respublikanın əməkdar məşqçisidir, Şahanənin şəxsi məşqçisidir, tərəqqi medallıdır və statusları çoxdur, amma saymayacağıq. Təbii ki, Fərid mənim sabahınız xeyir. Belə bir sualla başlayaq da, elə bütün saytlarda necə yazılıb, Şahanə görmürdü, indi gördü. Bu suallar neçə vaxtı bizi cəmaatda bizim yaxınlarımızı narahat edir və sualı imkandan istifadə sağ olun ki, şərait yaratdınız. Bununla bağlı biz sərdim açıqlama verək. Şahanə heç bir əlilliyi olmayan, heç bir belə deyək, tam görmə məhdudiyyəti bitməyən bir idmançıdır. Yəni uzun illər Olimpiya komandasında çıxış eləyib, sonradan 2017-ci ildən Paralimpiya komandasına dəvət alınır və ondan uğurları başlayıb. Hal-hazırda da komandadadır, heç bir dəyişiklik yoxdur. Sadəcə sonuncu dünya çempionatına buraxılmayıb və bunun buraxılmama səbəbləri yeni qaydalarla, yeni təsnifatla bağlı bir çox xəstəliklər hardan qalxıb və orada J1, J2, əvvəlki B1, B2, B3 kateqoriyaların birinin məhdudi olmadığını yığışdırılan bu problemlər üzə çıxıb və bununla bağlı bir çox idmançılarımız var. Eləcə parajudoda və bu idman növlərində də dəyişiklik olub. Ona görə idmançılarımız qıraqda qalıblar. Bu barədə tam açıqlama verəcək. Şahanə özünün dilindən də işlərsiniz inşallah. Şahanə görürsünüz? Sizi bəli görürəm. Bəli. Niyə görə mən bunu soruşuram? Çox adam deyir ki, nə oldu? Bu adam görmürdü, indi başladı görməyə. Misal üçün taxtığı yalançı eynəkdir. Ümumiyyətlə əlillik məsələsinə də birazdan toxunacağıq. Qanuni tərəflərini biz Fərid müəllimlə danışacağıq. Evet. Amma mən sizin şəxsi belə deyək də qabiliyyətlərinizi bilmək istəyirəm. Yəni hansı məsafəni görürsüz və bu yazılan xəbərlər nə dərəcədə doğrudur? İlk öncə mən də hər kəsi salamlayıram, bizi dinləyən hər kəsi salamlayıram. Xanlar müəllim, mən 9 yaşımdan açqı taxıram. Hətta mən belə oturanda, mən birinci partada oturdum məktəb vaxtı. Lövhəni görəndə rəqəmlərin yerini, hərflərin yerini belə səhv yazırdım. Belə riyaziyyat fənnindən 3-ü 2-yə oxşadırdı, 3-2-ni 4-ə oxşadırdım. Oxşadı, evə gedim misalı baxıram, görürüm bu misalda heç bir düzgünlük yoxdur. Sonradan bizim müəllimimiz anama dedi ki, bəs Şahanənin gözləri zəifdir, mən o elə hiss eləyirəm. Çünki o misalları da düzgün elə bilir, dəftəri də düzgün köçürə bilmir. Və valideynlər mənə həkimə apardılar. Həkimə aparanda müəyyən olundu ki, həqiqətən də mənim gözlərimdə çox zəiflik var. Yəni bunun üzərinə düşmək lazımdır, müalicə eləmək lazımdır. Təbii ki də mən o vaxtlar heç bilmirdim ki, mən Paralimpiyaya gələcəm, Paralimpiya güləşəcəm və Paralimpiya kimi bir şey olduğunu heç bilmirdim. Çünki 9 yaşım var, yəni mən o vaxtdan da açığı taxanam. Təzə idmana gedirdim. Təzə idmana gedirdim. Sadəcə mən Olimpiya komandasına güləşmişəm. Hətta Fərid müəllimin sözünə qüvvət, məni Paralimpiya keçirəndə mən deyirdim ki, yox, mən orada güləşə bilmərəm, insanlar mənə gülər, lağ elər. Hətta mən 9 yaşımdan mənə açqı taxanda deyirdim ki, yox, mən bir gün taxırdım, 5 gün taxmırdım. Məktəbə çatanda çıxardırdım açqını. Belə bir şeylər yaşanırdı. Hətta valideynlərim, ata məni İrana kimi apardı gözümün müalicəsi üçün. Sadəcə dedilər ki, idmanı davam eləsin, sadəcə siz gözləməyin ki, onun gözündə bir dəyişiklik olacaq. Yüksəliş olacaq, ya qalxacaq gözləri. Və mən ondan sonra 2015-ci ildə Olimpiya komandasında Avropa çempionu oldum və 2017-ci ildə
Paralimpiyanın təşkilatçılığı ilə və məni komandaya dəvət elədilər. 2017-ci ildən düz Paralimpiya çempionu olan illər kimi mən 5 dəfə komissiyadan keçmişəm. Antalyada, Özbəkistanda, Portuqaliyada, Azərbaycanda. Axırıncı dəfə Özbəkistanda keçdim və orada mənə 2019-cu ildə 2 illik verdilər. 2021-ci ilə kimi. 2021-ci ilə kimi 2021-in may ayında Olimpiya oyunlarına az qalmış, 3 ay qalmış, mən yenidən komissiyaya girdim və orada mənim gözlərimə baxıb bu səfər 2 illik verdi. Yenə də 2 illik verdilər ki, yəni sənin gözündə olan problem ciddidir. Yəni bunu bir yaşlığı biz elə 2 illik veririk sizə. 2022-yə kimi yenidən mən komissiyadan keçdim. Yəni mən heç bir zaman B1 əvvəllər bizdə B1, B2, B3 idi və mən heç bir zaman B1 güləşməmişəm. Həmişə B2 güləşmişəm. Yəni mən qismən də olsa görməm var. Bəzi insanlar deyir ki, çordur, gözləri açılıb. Xeyr, elə bir şey yoxdur. Zaten mənim YouTube-da videolarıma da baxsalar bilərlər ki, mənim rəqibim də, mən özümdə, yəni qismən görmə var. Qismən görmə var. Yaxşı, çox adama yenə maraqlıdır. 50 kateqoriyanız varmı? Xeyr, mənim 50 kateqoriyam yoxdur. 50 kateqoriyanız yoxdur? Xeyr, mənim heç 50 kateqoriyam, heç müraciət də eləməmişəm. Müraciət eləməmişəm. Aha, indi açıqlamanı mən istərdim ümumiyyətlə bu parajudo, ümumiyyətlə paralimpiya hərəkatı yox, ümumiyyətlə bizə aid olan parajudodan danışım. Azərbaycan qanunlarına görə əlillik ala bilən şəxslərə belə deyək, parajudo aid olanda gözünün birinin tam görmə məhdudiyyəti görülmür. O biri gözü normal, hansı bir qəza məişət həyatında baş verən hadisədə olursa gözünün birini itirir, o müraciət eləyir, təbii ki 50 dərəcəsini alır. İndi ona təyin eləyirlər, ikinci qrup, üçüncü qrup onu verirlər. Amma parajudo qaydalarına görə bir gözü tam görmür, o birisi gözü varsa bu parajudoya düşmür. Yəni bu o demək deyil ki, sən parajudosun, nə olsun, bir gözün amma görür. Onların qaydalarında hər iki gözün dibində xəstəlik olmalıdır, dəyişən xəstəliklər olmalıdır. Belə deyək, onu dəyişib ağırlaşmağa doğru getməlidir. O parajudo düşər. Yəni mən seninlə bir şey deyim, bugün dünya çempionatında bizim bir idmançımız vardı. Belə deyək, o nizamlayanlara, o Azərbaycan qanunlarına görə birinci qrup əlildir. Tam görmə məhdudiyyəti yoxdur. Yəni uşaqlıqdan anlayacağım. Həqiqətən də yəni, insan görmür. Yəni onun az yaşlı olduğu üçün onun valideyn himayəsində ona hətta qulluq edirlər, aparırlar, gətirirlər. Çünki tək özünü idarə edir. O dünya çempionatında ikinci qrup, belə deyək, J2 aldı. Yəni o demək ki, o görür. Yəni həkimlərə o isbat eləyə bilmədi ki, biz bu adam özünü idarə edə bilmir. Sadəcə yəni o nə dərəcədə görür. Sadəcə dediyim kimi, yəni bu qanunlar ayrı bir şeydir. Yəni əlilliklə parajudo qaydaları tamam fərqlidir. İnsanlar onu bilmədən olur. Mən yenə edirəm, düz o mənə çox məyus elədi bu yorumlar, amma mən bu xalqımı, millətimi çox istədiyim üçün deyirəm. Həmin o millət ki və həmrəy oldular, o 44 gündə o müharibənin qalibi oldular. Ona görə demək istəyirəm ki, onların bilməməyi bu vacib deyil, amma açıqlama vermək lazımdır ki, yəni bu belə bir qayda var. Tutaq ki, sabah bir hansı uşaq gedib müraciət eləsə, tutaq ki, paralimpika məndə belə bir problemlər var və o istəyir idmanla məşğul olsun, onu müayinə eləyəcəklər. O beynəlxalq təsnifatlar bunu qayda dedi. Ondan sonra əmin olurlar ki, bu hansı kateqoriyaya düşür. Yaxşı, müayinələr neçə ildən bir keçirilir? Yəni mən niyə görə bu sualları verirəm? Bir də görürsünüz ki, indi apellyasiyaya şikayət verdiniz. Adamlar dedi ki, tamam ki 3 il sonra gəlsin və yaxud da müayinəyə indi müraciət elədiniz, dedilər ki il yarım sonra gəlsin. Amma həmin vaxtı şahanə çıxmayacaq yarışlara. Baxın, ümumiyyətlə bu müayinə ilə bağlı beynəlxalq görmə məhdudiyyətli bir təşkilat var, İPS adında bir şey. Hər bir idmançı, hər bir kəs ora müraciət edib, təbii ki onun rəhbərliyi Milli Paralimpiya Komitəsində Azərbaycan. Onlar müraciət edirlər ki, məsələn biz bu idman növlərində tutaq ki, idmançıları gətirmək istəyirik təsnifata, yoxlanışa. Ona müraciət edirlər, onlar hansı lazım olan sənədləri təqdim eləmək üçün Azərbaycan tərəfi sistemə yükləyir. Onlar onu görürlər, vaxtı təyin edirlər, hansı ay, hansı gün, onda da o adam ora gəlir. Yəni belə deyək, ona qabaqcadan bu məsələ belə təşkil olunur ki, tutaq ki, bugün 5 nəfər Azərbaycandan idmançı gələcək və bu o günlər, çünki yarış öncəsi 3 gün təşkil olunan komissiyada, təsnifatda artıq bilirlər ki,
bir neçə idmançı var ki, onlar təsdifatdan keçib yarışa buraxılacaqlar. Yəni onu onlar təyin eləyirlər. Qabaqcadan tutaq ki, mən durum gedim, belə bir şey yoxdur. Aha, elə bir şey yoxdur. Yəni. Apellyasiya şikayət. Düşünürük belə, komitə olaraq indi rəhbərliyi onlar Paralimpiya Komitəsi onu qərar qəbul edəndən sonra artıq ayın 16-sından Azərbaycana dönüb Şahinə dünya çempionatına. Ondan sonra onlar baxacaq və dediyim kimi təbii ki orada bu xəstəliyi əgər bu il yox 2026-cı ildə müraciət olunmalıdır ki 26-da. Bəli. Çünki belə deyək həmin o xəstəlik belədir ki bir həftə 10 gün sonra ağır fəsad verə bilməz. Təbii ki 26 indi onların 26-cı ilin yanvar ayında çağırılmağı və yaxud dediyim kimi çünki bu təsdiqat üçün 24-cü ildə müraciət eləmişdik. Bunlar bizi belə deyək 25-ci ilin may ayında dünya çempionatı üzrə çağırmışdı. Yəni belə deyək. Yəni o vaxtlar da yenə onlar təyin elər. Çağıracaqlar və hansı qərar qəbul edəcək yenə müraciət edəcək. Yeni müraciət olunacaq. Amma Şahanə öz idmanını davam edəcək. Dediyim kimi ilk öncə Şahanə ona qədər də Olimpiya komandasında özünü yoxlamışdı. Hal-hazırda da yəni istəyir, düşünür, amma mən demək, mənim də planlarım var, deyirəm yox. Bəzi məsələlər var ki, indi bir də müraciət eləməyə, indi biz düşünürük, təbii ki, onun təhsili, gələcək karyerasından bağlı bir-iki məsələ var. Ona görə istəyirik ki, onu tam aydın eləyək, müraciət eləyək, yoxlayaq 28-ci illə Olimpiya oyunlarına. Çünki burada bəzi məsələlər yendirəm, yeni təsdiqatla bağlı əlavə olaraq deyim ki, Paralimpiya Komitəsi Parajudoda çəki dəyişiklikləri var. Çünki Şahinə Olimpiya oyunlarında 48 kilo çıxış eləmişdi. Təzə qaydalarından isə o Olimpiya oyunlarında 8 çəki vardı, indi eləyiblər 4 çəki. Yəni bu 4 çəkidə azalma veriblər və çəkilər dəyişiblər. 48 tam yığışılıb, olub 52 kilo. Yenə ki 57 yığışıb olub 60 kilo və 4 çəki 52, 60, 70, 70 plus. Belə bir çəki qoyublar. Ona görə 52 kiloda çıxış eləmək, Olimpiya oyunlarında bir daha dediyim kimi medal qazanıb və dediyim ki onun üçün böyük işlər görülməlidir. Biz düşünürük ki inşallah eləyək, amma dediyim kimi yenə rəy veriləndən sonra və sağlığı ilə bağlı ən əsas odur idmanda. Sağlığına onu qərar verəndən sonra həkimlər biz indi Paralimpiya istiqamətində yenə də davam edəcəksiniz, yenə də məşqlər olur, şikayət olacaq. Yaxşı, indi qaydalar dəyişdi, bunlar dəyişdi, olmadı belə oldu bu cür. Dedilər yoxdur, iki dünya bir olsa Şahanə burada çıxış edə bilməz. Şahanə yenidən Olimpiya komandasına qoşula bilərmi? Artıq deyirlər ki görür, biz də deyirik ki yaxşı. Mən güləşirəm, elə də güləşəcəm, belə də güləşəcəm. Şahanə. Bəli, mən yenidən Olimpiya komandasına qayıda bilərəm. Orada özümü sınayıb yenidən yoxlaya bilərəm. Necə ki 2015-ci ildə bir çox kuboklar, Avropa kuboklarının qalibi olmuşdum. Avropa çempionu olmuşdum. Yenə də inanıram ki, mən yenə də o qələbələri qazanaram. Çünki güclü idmançı orada da nəticə verər, burada da nəticə verər. Amma burada da başqa bir məsələ yenə qınaq olacaq. Siz nətər, mən həmin kütlənin suallarını vermək istəyirəm ki, onları maraqlandıranda deyəcək ki, nə oldu? Getdi orada da güləşdi. Görmürdüsə tutan kimi belədir. Amma yeni qaydalar orada, indi siz J1, J2, o B1 bunların hamısını dediniz, təsnifat olar. Amma biz insanlara tam izah eləməliyik ki, bax tutalım ki, hansı formada görmədi o, ümumiyyətlə nədir, tam görməni biz bayaq o Elnarənin də timsalında dediniz. Biraz detallı, konkret açsa. Ümumiyyətlə hər bir idmançının iradi keyfiyyətləri var. Bu Şahanə mən düşünürəm ki, dediyim ki, bir çox Avropa, dünya medalı var və ən gözəli Olimpiya qızılı var. Sadəcə iradi keyfiyyətləri güclü olsa deyir güləşəcəm. Hətta hərdən deyir ki, bir idman növü var, o idman növü. Deyirəm yox, belə bir şey var, o iradi keyfiyyətdir. Bu hələ dur demək istəmir özünə, amma dediyim ki, biz bunun düzməşçisi olaraq mütəxəssis təhlil eləməliyik ki, bu şeylər var. Ən böyük strategiyası bu günləri dediyim kimi indi biz çox uzun illərdir birləşdirik. Təhsillə bağlı aldığı eğitimlər və dediyim kimi bizim gələcək nəslə, idmançılara və xüsusən qızlarımız var ki, onlar komplekslə düşüblər. Onları idmana cəlb eləməkdə onlarda ən böyük bu gün hədəfdir və dediyim kimi o
onunla bağlı bizim artıq mən zalda şahanəni bilib nə qədər adamlar var ki, idmana gəlirlər, qızlarımız var ki, bu gün nə qədər idmanla məşğul olmaq istəyirlər və mən çalışıram o yöndə həm mənə kömək eləsin, həm də ümumiyyətlə o insanlarda o həvəs, o eşq, onları da onlar ümid versin, onlar da idmanda olsunlar. Sənin neçə yaş var? 24. 24. Neçə il hələ davam eləməksiniz karyeranı? Hardasa bir Onu olsaydı bir şey. Mən o qədər bağlıyam ki, bu mənim hobbim, yaşayış tərzimdir bu mənim. Artıq bir gün məşq eləməyəndə mən özümü çox narahat hiss edirəm ki, mən bu gün məşqdən qaldım, bu gün məşqə getmədim. Valideynlərim də arada bir şey, arada istirahət eləyəcəm, olmasa biraz evdəkilərlə vaxt keçirsəm, yox, mən məşq eləməsəm, elə bir ürəyim sıxılır, belə intensiv bir abu-havaya düşürəm, depressiya düşürəm hətta. Yaxşı, bu indi hər şey qoyduq da bir, o həvəsi qoyduq. Yəni neçə yaşa qədər belə davam eləyəcəksiniz? Fikirləşirəm Parisdən sonra 2028-ci ilin Paralimpiya oyunlarına kimi iştirak edeyim. Ondan sonra da karyeramı bitirim. Çünki bilirsiniz ki, mən 2 ali təhsilim var. Birinci təhsilim Bədən Tərbiyə İdman Akademiyasıdır. İkincisi Diya Dövlət İdarəçilik Akademiyasında oxuram. Artıq 4-cü kursu bitirirəm. İstəyirəm karyeramı bu yöndən idarə eləməyə başlayırım. Çünki mən bir çox idmançılara, qızlarımıza nümunəyəm. Mən özüm də bu gözümdə problem çıxanda belə deyim 9-10 yaşımda çox depressiyaya düşmüşdüm. Yəni özümə qapanmışdım bir sözlə. Bilirəm ki, bizim elə qızlarımız çoxdur. İstəyirəm onlara dəstək olum, onların idmana gəlməyində, onların da mənim kimi Avropa, dünya, Olimpiya yarışlarında Azərbaycanı bayrağını dalğalandırmağa onlara yardımçı olum. Yəni özünüz müəllim kimi? Bəli. Müəllim kimi öz idman zalınız orada. Artıq bir belə deyək, Şahanə uzun illərdir Neftçi İdman Klubunu təmsil eləyir. Yəni özü oradan çıxış eləyir. Düşünürük indi yəqin ki, həmin o klubda da elə dediyim kimi məşqçi kimi və ümumiyyətlə gələcəkdə planlarımız var. İndi təbii ki, gəlib təzə klub rəhbərliyinə danışırlar. Və təbii ki, Şahanəni yaxşı mənada Azərbaycanın siması olaraq çox adam yanında görmək istəyər. Ümid edirəm ki, onlar da o köməyə dəyər. Belə deyək, idman hər zaman var, amma böyük idman müəyyən bir vaxta qədərdir və bizim fərqimiz ondadır ki, onda şəxsi həyatı var, orada da gələk, onlar da olmalı, sonradan icazələr, məhdudiyyətlər çox olacaq. Biz artıq qərar verməyəcəyik. O vaxta qədər hər şey həll eləyəcəyik. O vaxta biz qərar verməyəcəyik. Ona görə ona qədər inşallah nə eləyəcəyik, elədik. Bəli, ona görə qərar verəndə təbii ki, məsləhətləşəcək, onlar da qərar verəcəklər. Elə şəxsi həyatla bağlı, yəni əgər məhdudiyyət olsa, idman eləməsin. Yox, böyük idmandan gedir, professional idmandan, yəni arenalara çıxmaq bu falan, amma belə dediyim kimi idarəçilik məsələsində, rəhbərlik və yaxud nə bilim komanda rəhbərləri dediyim kimi məşqçi barəsində təbii ki, bu heç bir... Amma çox xoş olar ki, Şahanə Hacıyeva adına qızlar judo məktəbi. Yox, bir çox planlar var, dediyim kimi biz tələsmək istəmirik nə mənada, yəni Şahanə hələ dediyim kimi hərdən deyir ki, mən buranı qutarım, ikinci təb magistratura verim, bunu da deyirəm, vaxt dur deyəm, vaxtı var. Pis deyil, amma dediyim kimi yaxşı mənada idmanımız üçün, gələcəyimiz üçün böyük bir simada artıq bilmirəm, izləyirsiniz, bu həmin qınaqlarda da oldu. Şahinə 5-ci sinif ana dili dərsliyində bu barədə geniş həyat hekayəsi var və o dönəmdə dünya çempionatı öncə yüzlərlə uşaqlar, şagirdlər, tanıyanlar canlı yayında görüşmək və yaxud dediyim kimi Şahinə ilə şəkil çəkdirib və yaxud məktublar yazmaq var. Bunlarla çox idmanda və təhsilimizdə artıq ona yer alıb, o səviyyədə yer alıb. Düzdür, bəzən insanlar orada toxumdular, həmin o yorumlardan, bu mən başa düşürəm. Ümumiyyətlə necə təsir elədi sizə? Yəni rəyləri oxuyucu, dəstək olanlar da var idi təbii ki, amma bəzən görürsünüz ki, tutalım ki, 10 xoş söz yazırlar, bir də negativ olanda adam fokuslanır o negativə ki, nə eləmişəm də mən sənə? Yox, əslində mən çox fokuslamadım, çünki mən millətim üçün, xalqım üçün, vətənim üçün əlimdən gələn ən yaxşısını eləməyə çalışmışam bu günə kimi. Yəni elədiyim işlərdə də heç birində nə bir saxtaşarlıq, nə də bir mənfi hərəkət olmayıb. Hansısa ölkəyə də, hansısa da yarışa getmişəmsə, orada Azərbaycanımı həm tərbiyə cəhətdən, həm yarış cəhətdən, mentalitet cəhətdən yaxşı çıxış eləməyə çalışmışam. Bu yorumlarda da gördüm, bəzi insanlar yaxşılar yazmışdı, pis yazanlar da var idi. Sadəcə mən demək istəyirdim ki,
milləti mən onları çox gözəl başa düşürəm. Çünki onlar bəlkə mən də elə bir başlıqla yazsaydım ki, çor idmansının gözləri asıldı. Belə bir başlıqla yazsaydım, mən də bəlkə də aqressiya ilə cavab verərdim ki, hansısa əlilliyin, hansısa bir çor idmansının haqqına girmişəm. Amma burada belə bir şey yoxdur. İnsanlara da açıqlama lazımdır. Bəli. Açıqlamanı da düzgün vermək lazımdır ki, hər kəs başa düşsün ki, yəni söhbət nə yerdədir. İnanıram ki, bundan sonra insanlar da o mənfi düşüncələrindən vazgeçərlər, başa düşərlər ki, yəni həqiqətən də elə bir şey yoxdur da. Mən heç vaxt nə bir böyük komandasında güləşmişəm, mən həmişə böyük olmuşam, qismən görməm olub. Qismən görməm olub. Yəni Şahanə indi yazılır, Şahanə getməyəcək. Yəni tutalım ki, indi bir il ola bilər getməsə, il yarım da ola bilər. İndi təbii ki, oradan cavab gələcək. Şahanəni əvəz edə biləcək ikinci bir idmançı varmı? Bəli, bu yönümdə Milli Paralimpiya Komitəsi bu vaxtda işlər görür. Ötən il məktəblərin gimnaziyadası oldu. Bir çox idmançılar ora cəlb olundu. Eləcə də dediyim kimi, sadəcə bu barədə dediyim kimi kompleksə düşən, hətta bizim çempionlarımız var ki, gizlənirlər, utanırlar, ortaya çıxmaq istəmirlər. Bu barədə işlər gedir. Milli Paralimpiya Komitəsi böyük işlər görür. Uşaq paralimpiyası yaradıb, uşaq paralimpiyasının yarışları ora cəlb olmaq üçün dəvət eləyir. Və biz də eyni zamanda Şahanə Bəxtəvər olardı ki, çalışır ki, belə bir qızları tapır və emin olsun ki, utanmasınlar, sıxılmasınlar. Amma indi yaxın mərhələdə mən deyirəm. Yəni Şahanənin alternativi bu dəqiqə varmı? Bu günləri yaxın, belə deyək də, çünki onu dedim ki, onlarla işləmək çox çətindir. Həmin o pilotlarla onların xüsusi qayğılar, belə deyək də, yəni diqqət lazım. Yaxın vaxtda düşünmürəm, ümid edirəm ki, görülən işlər və düzgün oylan dedim strategiya ilə böyük işlər olacaq yaxın gələcəkdə. Amma bununla bağlı mən şəxsi məşqçi olaraq fikrimi deyirəm. Təbii ki, bu işlər yönündə dövlətsə işlər görür. Mən onun tam dəqiqliyini bilə bilmərəm. Amma dediyim kimi, yəni Şahanənin alternativ variantı, məsələn, dünya çempionatı, tutaq ki, o yox, başqası var. Elə bir şey hələ yoxdur. Çünki dediyim kimi, bu günləri o komanda Olimpiya komandasından çox fərq ondadır ki, yəni burada idmançıların dediyim kimi hamı xəstə olamayacaq, hamı olmur. Yəqin ki, yaxın gələcəkdə düşünürəm ki, buna bağlı özünüz yetişdirmək. Bəli, mən özüm hal-hazırda eyni zamanda Olimpiya komandasından bir yerdə çalışıram. Orada da bir neçə Avropa Dünya mükafatı vermişəm. Yəni dediyim kimi və yeni yetişən uşaq paralimpiyaçılarımız da var. Onlar bizim Sumqayıt Paralimpiya kompleksi var. Orada çalışırlar. Yeganə bəlkə deyim ki, Qafqazda elə bir necə qurğudur ki, ancaq 50-lər üçündür. Bu da Sosial Müdafiə Nazirliyinin tabeliyində yerləşir. Həmin kompleksin bir gözəl rəhbəri var. Yaşar Məmmədov xüsusən qeyd edirəm. Onu da deyim ki, heç bir qohumluq, tanışlığa əlaqəm yox. Sadəcə idman adamı idmançıları sevir və onunla bağlı nə qədər elə idmançılar var ki, ora axışırlar, dəvətlər istər parazudo, istər üzgüçülük, istər güllə atıcı, bir çox idman növləri var. Ona görə bunu demək istəyirəm ki, həmin uşaqlar zallarda var, yetişir. Dediyim kimi biz məşqçilər də çalışacağıq ki, bir də o qohumluq məsələsinə toxundunuz. Yəni Şahanənin də adını gedib harasa, nəyəsə, kimlərəsə canlayırlar. Mən o vaxtı Şahanə Paralimpiya çempionu olanda başqa bir kanaldaydım və getdim çəkilişə. İndi normalda yəni adi bir ailədir. Azərbaycan bir ailədir. Bir balaca bir evdə qalırlar Sumqayıtda. Getdik, yəni sağ olsun dövlətimiz ki, Şahanə orada çempion statusuna qazanandan sonra cənab prezident tərəfindən ev verildi, mükafat verildi və daha sonra prezident təqaüdü ömürlük kəsildi və ondan sonra artıq ailə başladı biraz ayağa qalxmağa. Yəni sadə bir ailə idi, yəni maaşa işləyən bir ailə idi. Mən hələ də ailəmlə qalıram, bir yerdə qalıram. Mən sizin sualınıza cavab verim. Necə? Yəni ümumiyyətlə Şahanənin həyatında olimpiyadadan sonra belə deyək də uğur, sevinç, maddi durumu düzəldi. Bəli, yəni dediyim kimi prezident ona və hər bir paralimpiyasına mükafat verdi. Prezident təqaüd verdi. Bundan gözəl nə ola bilər? Və ən azada xalqının qəhrəmanı oldu. Təbii ki, arzulu şəkildə hər bir idmançıya
mənzillər hədiyyə olunur. Hələ bizə növbə çatmayıb. Hələ çatmayıb. Hələ almayıb. Amma ümid edirəm ki, yaxın ildə alacaq. Və onun həyatında belə bir dəyişiklik yoxdur. Ailəsindən qalır, həmin o evdədir. Sadəcə təzə boylar vurublar. Bir dənə eyvah divar kağızları vurublar. Başqa bir şey yoxdur. Və dediyim kimi bilənlər də, bilməyənlər də o yoruma mən yenə edirəm. Həmin o xalqımdır ki, bir yerdə həmrəy oldular 44 gün müharibədə hamı birləşdi. Əlindən gələn elə müharibəni qalib olduq. Ona görə mən onları başa düşürəm. Orada nə bilim kimsə qohumudur, nə bilim kimsə dediyim kimdə tapşırıblar. Bu şeylər yəni başa düşmək lazım ki, hər bir kəs ora müraciət edib hansısa bir dediyim kimi özəl bir klinikadan kağız alıb gedə bilmir. O milli necə ki böyük bir təşkilat hepsi ora müraciət edir, onlar baxırlar və onlar dəvət edirlər. Hətta onu da deyim ki, orada sənin apardığın müayinə özlərinin də avadanlıq var. Orada təkrar müayinə edirlər. Yəni o mümkün olmur. Özdə ki bir həkim olmur. Tutaq ki bir həkim olur. Hindistan biri olur, Çin biri olur, Fransız biri, Brazil. Onlar konsülüm eləyirlər və qərar verirlər. O oftalmologiya elmini bilənlər bilir ki, burada bəzi şeydir. Müşahinənin xəstəliyi irsidən gələn xəstəlikdir. Ona görə deyən o barədə belə deyək də konkret xəstəliklər var. O müayinələrdə həllini tapdı deyə dediyim kimi də bugünkü durumuna görə dünya çempionatına buraxılmır. Yəni bunların istədikləri bugünkü xəstəliyi olmadığı, zəif dərəcədə olduğu da deyirlər siz gələni istəsəniz, gələni müraciət edin. Böyük dəyişiklik olsa biz ona baxacağıq. Böyük dəyişiklik daha ağır. Bəli, böyük dəyişiklik olur. Yəni belə deyək, xüsusi qadağa yoxdur. Şaşırsınızmı? Yəni elə bir qadağa yoxdur. Elə onu gətirəsiydim ki, yəni xüsusi qadağa varmı? Yəni xüsusi qadağa yoxdur, davam edəcəksiniz. Ümumiyyətlə bir dənə xanım mən deyim, parajudoda burada belə bir şey var. Yəni müayinəyə girən şəxs həmin anda da olur ki, xoşuna gəlmir, yox. Yəni bunu qane eləmirsə, belə deyək, panel 1, panel 2 oradan çıxandan sonra apellyasiya yerindəcə verib, ikinci panelə girmə hüququ var. Yəni belə deyək, bu həkimlər bunu belə müayinə elədilər, bu narahat elədi, o bir həkimə müraciət edə bilir. Yəni onların heç biri ondan istifadə eləməyib də, yəni belə deyək, sadəcə baxılıb deyilib, yəni belə deyək, o şans olaraq qərarla razılaşıb. Bəli, razılaşıb ki, doğrudan da, yəni üzr istəyirəm, adamın canı ağrıyanda həkimə gəlsə müalicə olunur. Həkim müayinə yazırsan, gəlsə müalicə sağalırsan da, qismən sağalırsan. Bu göz belə bir şeydir ki, sən bunu gözləmirsən ki, sən tam görmə məhdudu itirəsən, nə var, yarışa gedəsən. İndi deyirsiniz o razılaşma, çox adam da indi fikirləşəcək ki, niyə razılaşdılar, orada elə etiraz bildirəydilər, orada elə bir baxın, bu elm bizə aid, bizim işimiz idmansın işi döyüşməkdir, məşqçinin işi, bu mütəxəssislər var. Təbii ki, Azərbaycanda və dediyim ki, bizim həkimlər də onunla bağlı, yenə dediyim ki, onlar verdiyi qərar və istədikləri vəziyyəti, ölçünü, dediyim kimi həmin o meyarları görmədiyi üçün bunu tibbdə oftalmoloji elmi olan adam o izah eləyir. Bizim işimiz onları izah eləyə bilməriyik. Ona görə biz düşündük ki, qayıdaraq, dediyim kimi qayıdaraq rəsmi olaraq müraciət edərik və onlar da, bizim həkimlər də onlara həmin müayinələri göstərər, lazım olar. Gələnlər dediyim kimi də, yəni isbat eləyərik onu. Gəldiniz yenə burada da müayinədən keçdiniz? Yox, hələ başlamamışam. Hələ başlamayıb, gələndən deyir ki, elə dedim ki, bu suallar var, sualları cavablandıraq ondan sonra rahat başlayır. Bizdə əvvəllər məsələn B3 kateqoriyası da var idi. İndi təzə qaydalanan B3 kateqoriyası yığışdırıldı. Ola bilsin ki, məsələn 2026-2027-ci ildə eləsinlər J3 kateqoriyası, yeni kateqoriya və yeni xəstəliklər salsınlar ora. Hansı idmançı gedib orada məsələn özünü yoxlaya bilər, çempion ola bilər. Məsələn yenidən o J3-ü yığışdırdılar. Hansısa idmançının məsələn xəstəlikdə o idman. O demək deyir ki, idmançı burada günahkardır və yaxud da idmansızlıq nə səbəbdir. O sadəcə verilən beynəlxalq qaydalardır, qanunlardır. Biz də sadəcə onlara riayət etmək lazımdır. Necə ki mən 48-də paralimpiya çempionu olmuşdum. Mənim çəki dərəcəmi dəyişdi, elədilər 52. Mən məcbur yenə 52-də güləşmə məcburiyyətindəyəm. Bəli, eyni şeydir. Bunun da yenə İPSA-nın qayda qanunudur və biz onu razılaşmalıyıq. Mən olimpiyadan sonra demək ümumiyyətlə bu insan idman təfəkkürünü deyirəm. İdmançı bir olimpiya oyunları qalib olur, ikinci olimpiya oyununda cəhd eləmiş kimi deyirəm. Artıq dövlət ona yaxşı baxır, ehtiyaclarını ödəyir, bəli dövlət sağ olsun icazə qayğısına qalır. İdmançı sonra rahat
həyat yaşayırsa ikinci dəfə istəmir. Niyə olmasın Ehtiyacı ikinci dəfə? Ona görə demək istəyirəm ki, idmançı ikinci dəfə cəhd edirsə, o demək deyil ki, bəlkə sual çıxır ki, sən bilirdin orada dəyişiklik var, belə niyə gəlmir? Bəli, bir dəyişiklik var, amma mən hansı vəziyyətdəyim, onu bilmək üçün mən müraciət etməliyəm. Ona görə demək istəyirəm ki, biz ikinci dəfə müraciət etmənin səbəbi odur ki, həm idmanda olsun, həm davamlı olsun, həm də ki, düşünməsinlər ki, Şahinə belə deyil, istəmir də güləşmək. Yəni artıq ehtiyaclarını ödəyib istəmir, yox istəyir. Sadəcə dedim ki, qaydaları yoxlamaq üçün orada bir cavab ala bilirsən. Yəni belə deyək. Ona görə də biz cavabımızı, bugünkü durumumuzu bilirik. Həmin durumda da dedim ki, özdə onu da deyimsə, orada Şahinə müayinə vermişdi Azərbaycandan. Onlar 47 gün üstündən keçmişdi də müayinəni. Onlar təkid edirlər ki, siz bir də müayinə olun. Özəl orada klinikada yeni Hər il müayinə yeni oldu. müayinədən elə yeni Həminki günün müayinəsini təqdim edirlər ki, yox, bu gün səndə belə deyək də, mən başa düşdə dedim, elmi də danışmaydım. Tutaq ki, bizə lazım olan 0,05 dərəcəsi məsəl üçün lazımdır. Səndə 0,03-də, yəni sən birə çatmırsan. Yəni ağırlaşarsan, gələrsən də belə deyək. Ona görə biz onu bilmədən deyirik ki, yox, bozasan, gedirsən ora, bilmirsən ki, orada bunu istəyirlər. Bunu istəyirlər bilirsən, amma həkim nə qərar verəcək, onu sən razılaşmalısan. Yəni bu həkim səviyyəsidir. Tutaq ki, həkim müalicə yazır, həkim müayinə eləyir. Ona görə dediyim ondadır ki, həkimlər də Azərbaycanlı deyil, 100% arxayın olun. Tərəfkeşlik ola bilməz. Yəni o olmaz. Bəli, belə şeylər var. Biz onunla bir dənə deyim, demək Fransa Olimpiyadasında Şahinə artıq lisenziya almışdı. Ona qədər qeyd elədi ki, Avropa çempion olmuşdu, dünya oyunlarının mükafatı, dünya üçüncüsü olmuşdu. Lisenziyamız var, dünya reytingində ikinci yerdə gedir. Və komissiya biz dəvət alınmadıq da o ərəfədə Şahinə 25-ə qaldı. Və biz belə deyək də, olimpiya oyunlarına da iştirak edə bilmədi. Və həmin dedim kimi o müayinə 25-ci ilə gəldi. Çünki orada fərd edilir ki, adam gəlməlidir. Ta ki, bu gəlməlidir. Onlar təyin edir, adamlar gəlir komissiya. Ona görə deməyim ondadır ki, qıraqdan belə görünür, amma idmançı üçün idmançı özü çox həssas, belə deyək, arada elə küsürlər, elə incirlər, baxırsan ki, yəni bu adamlar bu boyda ağır şey görür, bunlar üçün belə hisslər yoxdur, amma doğrudan da bunlar da çox həssas belə bir məxluq. Ona görə biz məşqçilər, ümumiyyətlə mütəxəssislər bunlarla həm psixoloji, yəni belə deyək də, çətin də. Çox çətin deyəndə çətin və şərəflidir. Yəni ən gözəl dediyim kimi varlıqdır idmançı hansısa bir ölkədə belə deyək qalib olur, himsalan biz məşqçilər o hisslərlə onu izah edə bilmirik. Ona gözəl nə ola bilər? Bəlkə də elə ona görə də bu illərlə də Şahinə bu deyir ki, yox, deyirəm bəslə deyir, yox, bu dəfə də. Ona görə deməyim ondur ki, bu idman parajudo qaydaları, əlilliyi olan şəxs və belə deyək də, bunlar tamam başqa bir şeydir. İnsanlar onu bilməyə bilər. Biz də izah eləməliyik təbii ki. Və Şahinə ilə bağlı bütün sualları cavablandırdıq. İndi Fərid müəllim, sizin başqa tələbələriniz də var. Siz uğurları paylaşırsınız. Bəli, sağ olun. Bəli, mən ötən il dediyim kimi Olimpiya komandasında Gənclərin Avropa çempionu Süleyman Şikirovun məşqçisiyəm və dünya üçüncüsü. Artıq Olimpiya komandası Judo Federasiyası ona böyük ümidləri bəsləyir. Bilirsiniz ki, federasiyamızda əsaslı dəyişikliklər gedib. Azərbaycan Judo Federasiyası bütün səmtdə işlər görür. İstər hakimlərin yüksək səviyyədə məşqçilərin təhsili Beynəlxalq Judo Akademiyasından birgə işlər görürlər. Mən şəxsən onların sayəsində Beynəlxalq Judo Akademiyasından məzunuyam. Yəni eyni zamanda dediyim kimi ali təhsil bədən təbii idman qurtarmışam. Və dediyim kimi o sahədə, çünki eyni judoda, eyni fəndlə texnikadır. Ona görə bizim uğurlarımız deyirəm, hərdən mənə sual verirlər ki, Süleyman Şükürov və o hardan yetişib. Deyirəm, o zalda ki, Olimpiya çempionu, Paralimpiya çempionu var və biz özümüz də Paralimpiyaya gəlmə İlham Zəkiyevin sahəsində Sumqayıtlı olduğu, həm eyni zamanda bax bu uğurlar qazanıb və dediyim ki, bir çox idmançılarımız ona gəliblər və hər bir idmançının necə deyərlər kumiri var. Biz məşqçilər ümid veririk ki, heç olmasa Azərbaycanda belə idmançılar çox olmalıdır ki, yeni gələn nəsillər bizə belə deyək motivasiya verib onları idmanda saxlayıb Azərbaycanın dediyim yüksək arenalar təmsil etsinlər. Digər uşaqlar hansı yarışlarda iştirak edəcək? Qarşıda hansı yarışlarınız var? Mən imkandan istifadə edib belə dediyim kimi bu belə deyək Olimpiya komandasında bizim idmançımız Süleyman Şükürovun indi artıq bu gündən dünəndən onlar beynəlxalq təlim məşq toplantısındadılar.
Benidorm'da İspaniyada. Qarşıda gənclərin Avropa çempionatı var. Yine dünya çempionatı. Ümid edirəm ki, biz 2 dəfə Avropa çempionu olarıq. Ümid edirəm ki, nəticələrimiz yenilənər. Mən şəxsi məşqçi olaraq və ümumiyyətlə federasiyanın bütün əziyyətini, zəhmətini qoyulan yığma məşqçilərinin və rəhbərliyin qoyduğu göstərdiyi doğrultular və onunla bərabər onun çempionla yeni idmançılarımız da uğurlananlar yetişərlər. Çox təşəkkür edirik. Şahane. Bəli. Verilişimiz yekunlaşır. Artıq 3-4 dəqiqəmiz qalıb. Siz nə demək istəyirsiniz? Son sözlər. Yəni düzdür, yenə sizin uğurlarınızı biz görəcəyik. Bəli, İnandıq inşallah. buna. İnşallah ki, mən uğurlarımı davam elətdirməyə yenə də hazıram. Yenə də vətənim üçün, dövlətim üçün vuruşmağa. Tək idman sayəsində deyil, başqa sahədə də ola bilər ki, hansısa iş sahəsində, hansısa karyerada yeni idmançılar yetişdirə, yeni qız idmançılar yetişdirə bilərəm. Azərbaycanı bir çox ölkələrdə təmsil edən insanlar yetişdirə bilərəm, qızlar yetişdirə bilərəm ki, mən də demək istəyirəm ki, bizim qızlarımız mən məsələn 9-10 yaşımda yaşadığım depressiyanı, özünə qapanmanı yaşamasınlar, özlərinə bir yenilik eləsinlər, idmana gəlsinlər. İdmandan əlavə elə idmançılar var ki, məsələn, idmanlıq uşaq deyil, amma biliyi o qədər güclüdür ki, və riyazi funksiyaları o qədər gözəl bilir ki, riyaziyyatdan və ya hansısa fəndən o qədər səbatlıdır ki, o yöndə də elə çıxış eləsinlər. Çünki bizim üçün fərqi yoxdur. İstəyir idman cəhətdən, istəyir bilik cəhətdən, istəyir hansısa başqa bir cəhətdən yenə də biz bayraq qaldırırıq. Yenə də udanda deyirlər ki, Azərbaycan idmançısıdır. Yenə də deyirlər ki, məsələn, bəli, Azərbaycanı qalib elədi. Yəni bütün hər şey Azərbaycan üçündür. Mənim elədiklərim də ki, Azərbaycan üçün, vətənim üçündür. Mənim elədiklərimdə heç bir səhvlik, heç bir təxtakarlıq, heç bir aqressiyaya qarşılaşacaq bir durum yoxdur. Çox təşəkkür edirəm sizə. Bizim fəxrimizsiniz təbii ki. Yəni müəyyən bir kiçik bir toplumun, kiçik bir kütlənin dediklərinə elə də çox fikir vermək lazım deyil. Çünki bizi istəyən o qədər çoxdur ki, istəməyən təbii ki olmalıdır. Yəni düzdür, qınaq olacaq, tənqid olacaq və bu qınaqlar, tənqidlər bizi daha da irəli aparacaq, daha da gücləndirəcək. Amma bir məsələ ondan ibarət ki, istənilən qınaq olsun, istənilən tənqid olsun, sağlamlıqla bağlı olmamalıdır. Sən idmançı uduza bilər, deyərsən ki, pis güləşdi, yaxşı hazırlaşmadı. Amma bir insanın sağlamlığı ilə bağlı edilən, istənilən qınaq, mən düşünürəm ki, Ümumiyyətlə, mən fikirləşirəm ki, əli idmançılara qarşı özümü nəzərdə tutmuram, bütün idmançıları nəzərdə tuturam. Onlara qarşı kör, çar, onları lağa qoymaq, ümumiyyətlə özü bir həm savadsızdır, həm də biraz çox bir cahilidir, ya çox yaraşmır. Biz o cür insanlara fikir verməməliyik. Çox təşəkkür edirəm Fərdman. Sağ olun, çox sağ olun ki, bizə vaxt ayırdınız. Bizimlə sizin ilk görüşmənizi xatırladım. Qalib olanda və bu günü ümid edirəm ki, siz və millətin bu dəyərli idmançılarına, xalqın ziyalılarına hər zaman dəyər verirsiniz. İşlərinizdə uğurlar arzulayıram. Həmişə ki, yüksəlişə gedəsiniz. Bizlər də bacardığımız köməkli yanınızdayıq. Sağ olun. Mən də sizə təşəkkür edirəm ki, Şahanənin timsalında, digər idmançıların timsalında Azərbaycanın bayrağını dalğalandıran şəxslər yetişdirirsiniz. Minnətdaram. Təşəkkürlər. Səhər saatı isə bununla da yekunlaşır. Siz də bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın. Biz sülh istəyirik.